Birinci Dünya müharibəsi əslində güllələr atılmadan çox əvvəl başlamışdı. Bu, ambisiyaların toqquşması idi. Bəs hər bir imperiya bu müharibədən əslində nə istəyirdi? Gəlin birlikdə baxaq. 20-ci əsrin əvvəllərində Avropa sanki partlamağa hazır bir barıt çəlləyi idi. Mübarizə nə üstündə gedirdi? Təbii ki, müstəmləkələr, ticarət yolları və əlbəttə ki, neft. Gəlin baxaq, mərkəzi güclər cəbhəsində vəziyyət necə idi və onların məqsədləri nə idi? Almaniya yeni sənaye gücü kimi meydana çıxmışdı. Məqsədi isə Avropada köhnə qaydaları pozmaq idi. Avstriya Macarıstanın əsas hədəfi Balkanlar idi. Bu isə onu birbaşa Rusiya ilə üz-üzə qoyurdu. Osmanlı isə itirilmiş ərazilərini geri qaytarmaq və imperiyanı qorumaq üçün Almaniyaya arxalanırdı. Bəs qarşı tərəfdə kimlər vardı? Təbii ki, Antanta bloku və onların öz maraqları. Baxın, əsas rəqabət elə buradaydı. Almaniyanın ambisiyaları Britaniyanın məqsədləri ilə toqquşurdu. Fransanın dərdi başqaydı. Onlar itirilmiş Elzas-Lotaringiyanı geri almaq, hətta qisas istəyirdilər. Rusiya üçün isə ən vacibi boğazlar idi. Aralıq dənizinə isti bir çıxış yolu. Bütün bu gərginlik fonunda müharibəni başlatmaq üçün sadəcə kiçik bir bəhanə, bir qığılcım lazım idi. Və o qığılcım oldu. Sui-qəsd domino effekti yaratdı. Bütün Avropa müharibəyə cəlb olundu. Yəni, əsas məsələ sui-qəsd deyildi. Əsl səbəb imperiyaların bir-birinə zid məqsədləri idi. Hər bir dövlətin öz ambisiyası var idi. Bu isə müharibənin qlobal və dağıdıcı olacağını göstərirdi. Bütün bunlar bizi bugünə gətirir və düşündürücü bir sual ortaya çıxır.